Herkese salam. Bugün sizinle evde olan erzaklarla asanlıkla hazırlayabileceğiniz dadlı yemek resepti bölüşürüm. Bunun için ilk olarak 3 adet orta boy kartof, pomidor, soğan, biberi eyni formada videoda gördüğünüz şekilde doğrayırım. Doğradığım bütün erzakları ve önceden pişirdiğim yarım kilo eti yemek pişireceğim kazana bu şekilde yığıram. Bütün erzakları əlavə etdikdən sonra zövqə görə duz, qırmızı istiot və yağ əlavə edirəm. Ağzı örtülü şəkildə vamodda 40 dəqiqə bişiririk. Videolarımı bəyənirsinizsə kanalıma abunə olmağı və videonun şərh hissəsində mənimlə fikirlərinizi bölüşməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.